Bismillahirrahmanirrahim. Səbirli anam Cəfərin anasına salam olsun. Hər halımızda Allaha şükür etməyimiz lazımdır. Əziz anam, Allahın verdiyi hər şey üçün şükür və həmd edin. Allahın qisməti bizim istədiklərimizdən çox daha yaxşıdır. Biz nələrisə seçirik, amma Allahın bizim üçün seçdiyi daha önəmlidir. Bizlər ondan nə isə diləyərik və Allahdan bizim üçün xeyirli olanı verməsini istərik. Bütün işlər ali və nöqsansız Allahın əlindədir. Bu kainatda heç bir şey onun iradəsindən kənarda reallaşmaz və heç kim onun iradəsindən izinsiz heç nə edə bilməz. Əziz anam, heç bir şey Allahın iradəsi və nəzarətindən kənarda deyildir. Bu da bizə yetər. Allahın əmanəti sənin yanındadır. Allah səni və bütün əhl-i beyt davamçılarını qorusun.